29.000 manat bəli. 2 mərtəbə, 5 otaq ev 29.000 manat. Bir də evdən axıra qədər tanış olaq. 5 otaqdır. Bax bir də burada çox böyük zalıdır. Boya boy ölçüsü var. 2 pəncərəsi var zalında. Yəni bugünkü gündə sən 29.000 manata torpaq alıb ev tikməyin mümkün olası şey deyil. Həqiqətən mümkün olası şey deyil. Ölçüyə bax, çox genişdir, şəxsi tikilidir, kronometrdə də təzədir. Yəni evin içərisində qalacaq. Görürsüz, səliqəlidir. Bir dənə burada yataq otağıdır. Çıxıb çölündə göstərəcəm. Həyətinə rahatlıqla maşın daxil olur. Pilləkəni monolitdir. Monolitdir. Prosta yuxarı ikinci mərtəbəyə təmir lazımdır. Şkaturu onlu qalıb. İndi pullar çatmayıb. Kasıb adamdır. Düzəldənməyib də. Buradan da gəldi. Bir dənə burada səliqəli yataq otağıdır. Şkaturu onlu. Tok sistemi çəkilib, alçıpanı vurulub. Yəni 70% işi görülüb, 30% də ağardı boylar qalıb. Burada tamam sanuzeldə o təmirsizdir. Bir dənə burada otağıdır. Baxın, burada otağıdır. Burada da bir otaq, bir dənə də burada çox böyük zaldır. İkinci mərtəbəndə zal var. İstəsən yataq otağı kimi istifadə edə bilərsən. Çıxaq bir dənə çöydən tanış olaq. Bu da həyətidir. Həyətin rahatlıqla maşında oxunulur. Həyətində 2 qapısı var. Bir balaca qapısıdır, bir də darvaza yerisidir. Həyətdə baxın burada həyətidir. Tovuqda saxlayırlar indi. Buranı yığışdırıb çöldə dayağı olsu var hamamı. Evin içində də var. 3 dənə kəməri var. Alt, orta, üst. 3 dənə kəmərdən ibarətdir. Çıxıb bir dənə üstdən də görünüşünü göstərim. Üstü paketdir. Bu da üz görünüşüdür. Bu baratı yerisidir. Görürsüz necə gözəldir. Biraz əl gəzdirmək lazımdır. Nə qiymət at yalında. Hökmə dairəsən qalxırsan at yalı. Marşrutun yolunda 100 metr məsafədir. Sağ olun, var olun.